Salam, sizlə qəza eləyən kursların məşqçisi Aqil Rəhimovdur. Hörmətli sürücülər, sizi bir xatadan qorumaq istəyirəm. Bu Koroğlu metrosuna tərəf gedən körpüdür. Dairədən körpüyə qalxır. Burada məsələ ondadır ki, körpüyə qalxanda sağda avtobus zolağı işarəsi var. Və bu dəqiqə görəcəksiniz. Avtobus zolağı işarəsi var. Amma deməli, bax sağa bir dənə fikir verin, avtobus zolağı işarəsi var. Amma yerdə zolaq çəkilməyib. Ona görə sürücülərin çoxusu deməli zolağı görmürlər, nişana fikir vermirlər, sağ zolağı tuturlar və yəqin ki, cərimə alırlar. Bax bu qırmızı avtomobilin sürücüsü fikir vermir, nişana fikir vermir, zolaq da ki yoxdur. Aynadan da xahiş eləyərdim ki, həmin yerdə zəhmət olmasa zolaq çəksinlər ki, sürücülər çaşmasınlar. Diqqətinizə görə çox sağ olun.